Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Saray qəsəbəsindədir bu ev. Düz Duz gölünün qırağındadır. Bax, darvazanı açan kimi Duz gölü görsənir. Qəşəng havalı yerdir, ərazisində yod olan havadır, bilirsiniz buraları. 5 sotun içərisindədir, 4 otaqlı ev. 165 min manatadır. Ümumi sayısı 5 sotdur, kupsalı evdir. Evində kupsası var, torpağında. Amma biraz 5 sotdan artıqdır. 7 sota yaxın həyəti var. Qaz, su, işıq sayğacları var, sənədi paket kupsadır, evində kupsası var, torpağında. Bu darvazdan içəri girəndə hamam, tualet var burada, ayaq yolu. Burada belə tövlədir, toyuqlar saxlamaq üçün, düzdür? Evimizin dörd bir tərəfindən fırlanmaq olur. Hasarın qırağında da bütün meyvə ağaclardır, görürsünüz. Ağaclardan burada da var. Evin dörd bir tərəfindən fırlanmaq olur. Buradan maşın düz darvazadan gəlib düşür padvala. Zəhmət olmasa yaxınlaşın bura. Bax, burada maşın gəlir düşür bura. Orada da atdenli padval var, görürsünüz. Pilləkənin altında da padval var. Bu da evin ümumi boy bərabərində olan padval. Aşağı daşlara qədər qoşa daşdır. Burada da mərkəzi kanalizasiya trafın qoyublar əlavə. Sonra yaxınlaşaq zəhmət olmasa evin içərisinə. Neçə daş kürsülüdür? 9 daş kürsülüdür. 4 otaqlı evdir. 165 min manata. 5 sotun içindədir. Paket kupsalı ev. Bir dənə zəhmət olmasa yaxınlaşın bura. Buradan Duz gölünü göstərək. Bax, bura bir dənə baxaq. Bax, düz, bax, buradan görürsünüz, baba. Bax, düz yoludur. Bax, düz yolun qırağındadır. Bu, inşallah gələndə bunu canlı hamısını görəcəksiniz. Davam elə evimizin içərisinə. Gəldik buradan, girdik evimizin koridoruna. 165 mindir. Qiymətini gəlib eviyyəsindən aşıb yuxarı aşağı elətdirərsiniz. Evin koridorudur. Buradan krişə çıxmaq üçün yeri var. Seksiya radiatorları var. Böyük koridordur. Bax, enli koridordur. Buradan gəlir birbaşa qonaq otağına. Oradan bir dənə buranı çəkin. Bax, görürsünüz, bu zalıdır. Qonaq otağıdır. Dəmir raşotkalarına qədər vurulub hazırdır. Bax, belə bir böyük bir qonaq otağıdır. Bax, görürsünüz, 4 otaqlı evdir. Bütün pəncərələrdə öz həyətinə baxır. Sağ, sol, arxa, qabaq, hamısı öz həyətinə baxır. Sonra davam eləyək. Burada bir yataq otağıdır. Burada bir yataq otağıdır. Sonra davam eləyək. Burada bir yataq otağıdır. Burada bir yataq. Bütün pəncərələrdə də ara məsafəsi var. Hamısı öz həyətinə baxır. Kombi, kuxna mebeli, radiator. Bunlar qalacaq evin içərisində. Burada da bir yataq otağıdır. Burada baxaq. Deməli, 3 yataq otağı, 1 qonaq otağı. Ümumilikdə 4 otaqlı evdir. 5 sotun içərisində paket kupsalı. Evində kupsası var torpağında. 165 min manata. Bu hamam tualeti də baxın. Bu hamamıdır. Bu da tualetidir. Ayrı-ayrıdır. Hamam da ayrıdır, tualet də ayrıdır. Görürsünüz. Gəlin mətbəxi də göstərək. Böyük bir evdir, koridoru böyük. Ev neçədir, bilmirsiniz? Option 120 kvadrat. 12-nin onadır ev. Ev ümumilikdə 12-nin onadır. Bu da mətbəxidir. Kamera sistemi də var, mətbəx mebeli, bilirsiniz də bunlar evin içində qalacaq. Öz əşyalarını götürüb gedəcəklər. Bax, baxın, belə bir evdir. Bir də izah edirəm. Saray qəsəbəsindədir, bir dənə mən zəhmət olmasa göstərin. Saray qəsəbəsindədir bu ev, 5 sotun içindədir, Duz gölünün qırağındadır. 4 otaqlı evdir, 165 min manatadır. Qaz, su, işıq sayğacları var, sənədi də paket kupsadır. Alar olmaz, birbaşa qeydiyyata düşə biləcəksiniz. Nəqd satışa da yararlıdır, ipotekə də yararlıdır. Mütləq əlaqə saxlayın. Sağ olun.